olaraq sən bütün problemləri üzərinə götürürsən. Sus. Siz qəhrəman kimi görsədirsiniz. Bəli, mən onu belə gördüm. İndi gəlin belə danışağında yox. Yaxşı insan ola bilər, amma yaxşı ata deyil. Niyə? Əgər 11 il bir yerdə yox, 11 il bir yerdə yaşayıbsa, gəlin belə danışaq da İlhami xanım, gəlin bir dəqiqə onun özündən də bir söz alaq. Bəlkə xanım elə bir həyatda Siz Qəmər xanım çox üzr görürsünüz, hüquq mühafizə var, məhkəmə var. Gedin tələb edin ki, ana mənə uşağı ver. Belə bir müraciət eləmisiniz məhkəməyə. Yox. Bəs niyə eləməmisiniz? Bu dövlət hüquqi dövlətdir, demokratik dövlətdir. Özü də yəni fiziki qüsurludur. Sizin yeniyetmə övladınız var. Səhər o kiminsə qurbanı ola bilər. Mən demirəm, o çox əxlaqlı bir, gözəl bir balamızdır Özü bizim. oxumağa meyillidir. Ana da çox oxuyur. gözəl, əxlaqlı xanımdır. Amma həyatda heç nəyin sığortası yoxdur. O qız ata sevgisindən məhrumdur və onun başına, belə deyim də, nələrinsə gəlməsini biz belə yox saya bilmərik. İlhami xanım, Çünki atalıq elənilmir o qıza. bəzən ailədə elə problemlər olur ki, onlar onu bəlkə edə bilmirlər. Biz də xahiş edək ki, bunu nə vadar etdi? Mənim sualımın cavabı